Deyir rombun 60 bucaq. Aha, 60 bucaq iti bucaqdır burada. Buraya olur 120, 17 santimetrdir. 3 sit diaqonal olacaq 60 dərəcənin qarşısında. İti bucağın qarşısında 2 sit diaqonal dayanır. Kor bucağın qarşısında bu olsaydı 120 dərəcənin qarşısında böyük diaqonal olur. 60 ise 120 ise tənböləndir. Həm rompda həm tənböləndir, həm də iki yerə bölür də, yəni kor bucağı. Diaqonal tənböləndir rompda. 60-60, 60 üstəgəl 60, 120, 180-dan da 60 çıxanda 60. O şimdi bərabər tərəfli üç bucaq alındı. 17 olur buralarda. Fikir verin. 2 dənə bərabər tərəfli üç bucağa bölür. Ha. Əgər bir iti bucağımız 60-dırsa, rombun diaqonalı, kiçik diaqonalı. Perimetrini istəyir. 4-dən 17, 68 eləyir. 17 üstəgəl 17, 17, 17. Ya da 17-ni 4-ə vur. Perimetrin bütün tərəflərinin cəmi deməkdir. Cavab D.